bugün şonka düzəldirik. Bizim qabımızda baxın. Deməli, ət bizdə mal ətidir. Qol, bel, but da biraz qatıram. Baxın. Baxın. 400 qram. Bir bankaya 400 qram gedir. Baxın, bankalar belə olur. Sonra götürürük belə və hər tikəyə baxıb, misal üçün də atırıq. Ola bilər də insanlıq nəsə düşə bilər, ona görə. Belə, buna eləcək taxmıram, çünki mən bu əllə ətəli vurmuram, ancaq bankanı buradan qaldırıram. Bundan əlavə bura üstünə bunun bakavoy yağı da vurulacaq. Baxın. Yəni bu 315 qram bu boş qabdır, baxın. Görürsünüz, 0. Banka belə olur. Duz, istiot, lavrovi list qatırıq. Baxın, belə olur. Təmiz mal ətidir. Baş əti deyil. Baxın, ətə baxa bilərsiniz. Bu baş əti yoxdur burada. Ancaq təmizlənmiş, jılqadan ayrılmış, təmiz, xalis ətdir bu. Baxın, tikələrə baxın. Bu belə tikələrdir. Belə götürürük, atırıq tərəziyə, vururuq belə. 215. Neçə qram belə? 420 nəsə çox oldu. 395. Baxın da 391, 5 qram bu boyda tikədir. Bunu şey eləmək olur. Sonra baxın bankaya. Suda.